Hər kəsə Avropadan salamlar. Belə bir velosipeddir, ailə velosipedi. Gördüyünüz Strasburgdur. Bugün burada fermerlərin mitingidir. Bəli, bu da töküblər, yandırıblar yeri göyü. Bələdiyyədir bu, bələdiyyə, Strasburgun bələdiyyəsi. Bunlar nə var bunlar? Yandırıblar bu da, füf. Təkərləri atıblar, yolun ortasına yandırıblar. Bələdiyyəni də blok eləyiblər. Mənim də bələdiyyədə işim var. C'est travail pas aujourd'hui. Bəli dostlar, bələdiyyə bağlıdır, yanır. Yandırırlar, bu insanlar öz sözlərin belə insanlara, dövlətə çatdırırlar. Belə dostlar, yəni gördüyünüz kimi bələdiyyədə işimiz var idi, o da alınmadı. Strasburg'dur, Fransanın bələdiyyəsi. O tərəfdə də görünən məşhur Strasburg'un katedralıdır. Belə. Bunlar öz hissələrin etdirməyincə, bax, belə yolları bağlayacaqlar. Belə nümayiş, belə mitinglər eləyəcəklər. Ta ki, dövlət bu insanları eşidənə qədər. Budur demokratiya dostlar. Gördüyünüz kimi nə polis var idi, nə başqa bir şey, başqa bir hərbi qüvvə, heç bir şey. Yəni burada demokratik şəkildə insanlar çıxıblar, öz etirazlarını bildirirlər. Bu qədər. Avropada yaşamağa dəyər, Avropa gözəldir. Çox gözəldir. Avropa maksimum gəlirin, minimum xərclərin olan ölkəsidir. Ona görə burada insana insan əməyinə qiymət verirlər. İnsana insan kimi. Baxın dostlar.